Salam. Deməli 18 yanvar tarixində keçirilmiş Respublika Fənn Olimpiadalarında 10-cu sinif riyaziyyat fənninə düşən sualların izahlarına baxaq. Deməli ilk sualımız belədir uşaqlar. Belə bir kökaltı ifadə verib bunun qiymətini hesablamağımızı istəyir. Deməli uşaqlar biz əksəriyyətən belə bir suallar görəndə biz fikirləşirik ki, bu nəyinsə kvadratı eləyir və bu kökü çıxardırdıq, sonra vurub açıb buradan həll eləyirdi və yaxud da bu ilə bu bizə nəyisə verirdi. İndi baxsaq ki, bu nəyinsə kvadratı deyil, elə deyilmi? Burada nəsə əldə edə bilmirik. Onda gəlin belə bir şey eləyək. Bu kökaltı ifadənin qiymətini tutaq ki, hər hansı bir ədədə, yəni dəyişənə A-ya, B-yə bərabər eləyək. Tutaq ki, yəni bunun qiyməti bu olacaq. 4 kök altı 18. Tutaq ki, buradan tapdığımız cavab hər hansı bir T eləyəcək. Yaxşı, hər tərəfi kvadrata yüksəlsək, 3 plus 2 kök altda 2 vurulsun. Kök altda 17 minus 4 kök altda 18 bərabər olacaq T-nin kvadratına. Burada yenə bu kök qaldı. Bunu itirməkdən ötürü nə edəcəyik? Gəlin bunu bu tərəfə keçirdək. Təkcə saxlayaq bunu burada. Minus 4 kök altda 18 bu bərabər olsun T kvadrat bölünsün 3 plus 2 kök altda 2. Yaxşı, bu nəyə bərabərdir? Uşaqlar, gəlin bunu elə burada qoşmasına da vurub bölək. Görək nə alacaq? 3 minus 2 kök altda 2-yə həm vuraq, həm də 3 minus 2 kök altda 2-yə bölək. Elə deyilmi? İndi gəlin görək, baxaq nə aldıq. Bax, 17 minus 4 kök altda 18 bu bərabər oldu. Məxrəcə baxaq. Müxtəsər vurma düsturu ilə açsaq, bunun kvadratı çıxılsın, bunun kvadratı. Bunun kvadratı 9-dur, bunun da kvadratı 8-dir. Fərqimiz olaraq 1 verir bizə. Surətdə də qalır, T kvadrat vurulsun 3 minus 2 kök altda 2. Yaxşı, bu 1-i də silə bilərəm, deyil buradan. Şimdi gəlin baxaq. İndi, burada yenə bu kök qaldı. Elə biz bundan sarı bayaqdan bu ifadələri çevirirdik ki, bu tək kökü tapaq, bu kökü də itirək. Bu kökü də itirmək üçün gəlin yenə hər tərəfin kvadratı yüksəldək. Buranın da kvadratı yüksəldək, buranın da kvadratı yüksəldək. Qalsın 17 minus 4 kök altda 18 bərabərdir. T-nin üstü 4 vurulsun. 3-ün kvadratı, bunun kvadratının ayrı-ayrı kvadratlar eləyəcək. Yəni bunun kvadratı, bir də vur bunun kvadratı. Yəni bunun kvadratının açılışı eləyəcək. 3-ün kvadratı 9 üstə gəlinsin. Bunun kvadratı 8. Üstə gəlinsin, daha doğrusu çıxılsın fərq olduğuna görə. 2 vurulsun, 3 vurulsun, 2 kök altda 2. Yaxşı, buradan alarıq. 17 minus 4 kök altda 18. Bunu da 9 vur 2 kimi yazarıq. Bu bərabərdir. T üstü 4 vurulsun. 9 da 8, 17 minus 4, 12 kök altda 2. İndi buradan baxaq. Bu 3 də bu 9-dan da kök 3 çıxacaqmı? 3 4-ündə 12 eləyəcək. 17 minus 12 kök altda 2 uşaqlar. Bərabərdir. T üstü 4 vurulsun. 17 minus 12 kök altda 2. Yaxşı, hər tərəfi bunu ifadəyə bölsəm, T üstü 4 bərabərdir 1 taparam. Buradan T də plus minus 1 eləyər. Lakin mən ifadəmi, baxaq, bu ifadəyə T demişdim. Bu da cüt dərəcədən kök altı ifadədir. Bunun cavabı mənfi edə bilməz deyə T bərabərdir 1 olmalıdır. Yəni cavab A variantı. Keçək ikinci suala. Deməli, satıcı mağazadakı qələmlərdən 10 dənəsini 20% gəlirlə, geri qalanlarını 40% gəlirlə satır və bu iki satışdan 32% gəlir əldə edir. Buna görə mağazadakı qələmlərin sayını istəyir. Tutaq ki, qələm sayını biz mağazadakı qələmlərin sayını A qəbul eləsək, qələmin maya dəyəri X olsa, uşaqlar A dənə qələm var və hər bir maya dəyəri də X-dir. Bizim onda belə deyək də, yəni satıcının qələmləri mağazaya gətirmək üçün, ümumiyyətlə hardansa satıcı gedib alıb qələmləri gətirir də mağazaya. Nə qədər pul xərcləyəcək? A minus X qədər pul xərcləyəcək. Yaxşı, sonra gətirir bunu mağazasına və 10 dənəsini 20% gəlirlə satır. 20% gəlirlə nədir? Maya dəyəri X idi, 20% gəlirlə satır. Yəni bu X 100% idi də bizdə indi hal-hazırda proses kimi. 20% gəlirlə onda neçəyə satacaq? 120%-ə də elə deyil. İndi 10 dənəsini satır. Neçəyə uşaqlar? 120% gəlirlə. Yəni 10 vurulsun X. 10 dənəsinin maya dəyəri 10X idi. 120% gəlirlə də vur 120 böl 100.
Bu da bərabərdir. Bu 0 ilə bu 0 gedər. 12x. Yəni bu 10 dənəsini satdı 12x-a. Yaxşı. Bu birinci bizim pilləmiz. İkinci pillədə nə olub uşaqlar? Yerdə qalanların geri qalan isə 40% yerlə satıb. İndi 10 dənəsini satdı 20% yerlə. Ümumi qələm sayım A idi. Nə qədər burada qələm qaldı? A-10 dənə. Bəs bunların maya dəyəri nə idi? A-10 vurulsun x. İndi bunu da 40% gəlirlə satıb. Yaxşı. Bunu da 40% gəlirlə satıbsa vuraq 140-a bölək 100-ə. Görək burada bizim nə qədər pul əldə eləmişik ümumi. Bu da bərabərdir. Olacaq 1,4x vurulsun A-10. Bunu da açılışını yazsaq 1,4ax minus 14x olacaq. Buradan da bu qədər gəlir əldə eləmişik. Gəlir deyəndə pul, ümumi pul əldə eləmişik. İndi bizim bu iki satış nəticəsində gəlirimiz 32% olub. Yaxşı, maya dəyəri pulun bizim xərclədiyimiz maya dəyəri AX deyil miydi? 32% gəlir əldə eləmişiksə, onda AX vurulsun 132. Çünki 100% də öz qiymətimiz idi. Bunun 32% gəliri 132% edir uşaqlar. Bölünsün 100. Bu da 1,32. AX bizim olub nəyimiz? Ümumi gəlirimiz. Elə deyilmi? Ümumi, yəni bizim aldığımız pul 1,32 AX olub. Yaxşı, indi gəlin baxaq. İlkin satışdan aldığımız pul 12x idi 10 dənəsindən. Sonrakısından aldığımız pul bu qədər idi və ümumi də bu qədərdir. Onda bu iki dənəni toplayaq, bərabər eləyək bura. 12x üstə gəlsin 1,4 AX minus 14x. Bu bərabər olmalıdır bizim ümumi satışdan aldığımız pula. Deməli %32 AX-a. Hər tərəfində hər bir toplananda x vardır. Bir dənə qoy bunu sadələşdirim, sonra x-a bölərəm hər tərəfin. Burada indicə 1,4 AX minus 2x bərabərdir 1,32 AX. Hər tərəfin x-a bölün 1,4 A minus 2 bərabərdir 1,32 A-ya. Uşaqlar, bunu bu tərəfə keçdim, bunu da bu tərəfə. Hansın 0,8 A bərabərdir 2-yə. Buradan da A bərabərdir 2 bölü %8 vur 8-də 100-ə. Bu da bərabərdir 4-ə də böləndə 25. A-nı 25 tapırıq. A nə idi bizdə? Qələm sayı. Bizdən bəs nəsə istəyir? Qələm sayını istəyir, bəli. Elə cavabımız olacaq 25. Sonra isə 3-cü suala. Deməli, 3-cü sualda da bir kökaltı ifadəmiz var, bir də modul var. Bunların cəmi bərabərdir 0. Bu tipli suallar çoxdur. Deməli, bu kökaltı ifadə cüt dərəcədə olduğuna görə bilirik ki, bunun qiyməti ya 0-dır, ya da müsbət sonsuzluğa qədər qiymətlər alır da. Modulda həmçinin ya 0 alır, ya da müsbət sonsuzluq moduldan çıxan ifadənin qiyməti. Yəni, çıxan qiymətimiz, ifadənin çıxdığı qiymət ya müsbət olur, ya da 0 olur. Yaxşı, iki müsbət ədədin cəmi 0 ola bilmədiyinə görə, deməli, bunlar hər biri ayrı-ayrılıqda 0-dır. Yaxşı, birinci kökaltı ifadəmin 0 olması nə deməkdir? Kökün qiymətinin 0 olması, yəni kökaltı ifadənin kökü 0 eləyərdi, elə deyil. Bərabərdir 0. Y plus 2-nin kvadratı bərabərdir 0. Buradan alıram y bərabərdir -2. İkincidə də 2x minus 3y-imiz bərabərdir 0 olmalıdır. Y-in yerinə -2 yazsaq, 2x minus 3 vurulsun -2 bərabərdir 0. 2x plus 6 bərabərdir 0. 2x-imiz -6-dır. X-imiz də -3-dür. Yaxşı, bizdə də x plus y cəmin istəyir. X plus y bərabərdir -2 üstə gəlsin -3 bərabərdir -5 edər. Cavabımız B variantı. Dördüncü sual. Bu tipli suallar da var. Çoxlu işləmişik testlərdə. Topluda da var bu tipli suallar. Deməli, bu ədədin təşkillər mərtəbəsindəki rəqəmini müəyyən edin. Yəni, təşkillər mərtəbəsində rəqəm hansı olur uşaqlar? Son rəqəmi də. Bu tipli ifadələrdə nə edirdik? İlk 4 dənə qüvvətini tapırdıq. Təkrarlanmaya görə bu yuxarıdakı qüvvətə uyğun ədədi müəyyən etdik. Gəlin baxaq. İndi bu 1417-nin üstü 1 elə 7 ilə bitəcək. 1417-nin üstü 2 nə ilə bitəcək? 7-7-nin 49 edir. 9 ilə bitər. Yəni əvvəlində hər hansı bir ədəd var. Və 1417-nin üstü 3-ə baxsaq biz. Uşaqlar, üstü 2 nə ilə bitib? 9 ilə. İndi bir də 7-yə vuracaqdıq. 63 eləyəcəkdir. 3 ilə bitəcək. Və 1417-nin üstü 4 də təbii ki bitəcək.
3'lü 3, 3 ilə bitirsə, 3-ü də 7-yə vuranda 21, 1 ilə bitəcək. Bundan sonra уже təkrarlamalarımız başlayacaq. Yəni ilk 4 dənəni tapsaq bizə kifayət eləyir. İndi gəlin baxaq. 58-i bölək 4-ə uşaqlar 16 tam düşür. Qalıqda da 2 qalır. Yəni mən 56 məndən soruşsaydı üstü 56 neçə ilə bitir? Üstü 56 1 ilə bitəcəkdi. Onda indi üstü 57, yəni birinci qalığım 7 ilə bitəcək. Üstü 58 də ikinci qalığımda nə ilə bitəcək uşaqlar? 9 ilə bitəcək. Keçək 5-ci sualın izahına. Sual 5. Deməli, fx funksiyasının qiyməti bərabərdir 3fx minus 1 üstə gəlsin 2 bölünsün 3'dür və f0 da verib 2'dir. Bizdən f8 istəyir. Onda fx buradan bərabərdir. Əgər məxrəc versək, olar fx minus 1 üstə gəlsin 3'də 2. Yaxşı, bizdə f0 verilib də, elə deyil. Bu f0'dan istifadə edib mən nəyi tapa bilərəm uzaq başı? Baxın, funksiyada hər dəfə bir qiymət aşağıdakından istifadə edib bir sonrakının qiymətini tapırıq. Məsələn, f burada 0'dan istifadə eləsə indi biz ki eləyəcəyi bizə verilən 0'dır. f1'i tapmış olacaq. Çünki x-in yerinə nə qoyanda 0 eləyir? 1 qoyanda 0 eləyirdi, elə deyilmi? Gəlin baxaq onda. f1 bərabərdir f0 üzərinə gəlsin 3'də 2. f0'ın qiyməti 2'dir. Üstə gəl 3'də 2 aldıq. Bu da bərabərdir 3'də 8 olar. İndi f2'ni tapmaq istəsək uşaqlar x-in yerinə 2 yazanda f1'dən istifadə eləməliyik. 1 üstə gəlsin 3'də 2. Bu da bərabərdir 3'də 8 plus 3'də 2 bərabərdir 3'də 10. Aha, uşaqlar nə alırıq burada? Baxın, ədədi silsiləyi xatırladır mı bizə? Hər dəfə özündən sonrakı özündən əvvəlki ədədlə eyni bir ədədin cəminə bərabər olur. Bax, bu özündən əvvəlki idi. Hər dəfədə bizdə bu üstdə 2'ni toplayacağıq da. Baxın, əvvəlki üstə gəlsin üstdə 2. Çünki funksiyanın açılışına baxın. Hər dəfə bu üstdə 2'nin gələcəyimi? Bəli. Onda A1'i qəbul eləsəm F1. Bu da bərabərdir üstdə 8 olsa. D-ni qəbul eləsək bu üstdə 2. Onda A8 bərabərdir F8. Bu da bərabərdir. Deməli, A1 üzərinə gəlinsin 7'dir. A1'i də qəbul eləmişik 3'də 8'dir. Üzərinə gəlsin 7 vurulsun 3'də 2. 3'də 8 üzərinə gəlinsin 3'də 20. 3 7'nin 21, 20. Yox ya, A1'imiz neçədir? 3'də 8, bəli. 3'də 8 üstə gəlsin. A1 üzərinsin 7'dir. Vurdu. Bu qarşı ədəd kimi hesablayırıq. 7'ni 2'yə vuranda 14 eləyir. Bu da 3'də 22 edər. Cavabımız A variantı olacaq. 6-cı suala. Deməli, belə bir x minus 1 üstü 5 x kvadrat minus 1 ifadəmiz var. Bu deyir bərabər olsun belə. Bu tənliyin ödəyən bütün x-ların cəmini istəyir. Yaxşı uşaqlar. Baxaq, bu 1 burada nə zaman alına bilər? Ya 1'in üstü 0. 1'in üstü 0 nədir? Ya istənilən ədədin bir qüvvəti 1'ə bərabər eləyər. Və yaxud da bir nə vaxt ola bilər uşaqlar? İstənilən ədədin daha doğrusu 0 qüvvəti 1'ə bərabər olar. 1 qüvvəti yox, 0 qüvvəti bərabər olar 1'ə. Bir də 1'in istənilən qiyməti. Bu bərabər eləyər 1'ə də, elə deyil. Yaxşı, indi baxaq. X kvadrat minus 1'i bərabər edəcək 0'a. Buradan x minus 1, x plus 1 bərabərdir 0. X bərabərdir plus minus 1 taparıq. Və burada kəsrin məxrəcinə baxsaq, bu 1'in mənası olmaz. Onda x bərabərdir buradan ancaq mənfi 1 götürə bilərik. Bəs ikinci hala baxsaq, 5 bölünsün x minus 1'i bu birinci hal idi. İkinci hal olaraq bunu 1 qəbul eləsək, x minus 1 bərabər olsa 5'ə, onda x bərabər olar 6'ya. Bizdə də bu ikilərinin cəmini istəyir. Bura x2 yazsaq, bura x1 tapsaq, cəmlərini istəyir də burada uşaqlara baxın. Onda 6 üstə gəlsin mənfi 1'imiz də 5 eləyər. Cavabımız D variantı olacaq. Sonra 7-ci suala baxaq. Deməli, belə bir ifadəmiz var. Kökün altında 5x minus 6 üzərinə gəlinsin 11. Bölünsün kökün altında 6 minus 5x plus 11. Baxaq uşaqlar. Buradakı ifadə buradakının əksidir. İndi cüt dərəcədən kök altı ifadədir. Bura müsbət olsa, onda bu onun əksi olacaq mənfi.
Elə deyil. Buradakı bunun əksidir axı. Bura mənfi uca verə bilmirəm. Buranı müsbət eləməyə götürüb. Məcbur bunun hər ikisini götürməliyəm mən. 0 götürməliyəm ki, bu ifadənin mənası olsun. Yaxşı, burada 0 eləsə 11/11-in də cavabı nə eləyər? 1 eləyər də. Cavabım olacaq C variantı. Sonra baxaq 8-ci suala. Deməli, belə bir ifadə var. İndi gəlin bunun açılışında, baxın, bu mötərizəni açanda biz hər biri mənfi olacaq da. İndi gəlin birdən qruplaşdırma, bax, belə bir qruplaşdırmalar aparaq. Yəni, 2 faktorial çıx 1 faktorialı, 2 faktorialı 1 faktorial vur 2 kimi yazsaq, çıxılsın 1 faktorial. Bu da bərabərdir. Olacaq, deməli, 1 faktorial vur 2 kimi də. Bu indi sadədir. Da 1 faktorial 1 yazmırıq. Çünki niyə bu qanuna uyğunluğu biz müəyyən eləyək deyə sadə şəklini yazmırıq da. Bunu biraz saldaq. Hə. Sonra 4 faktorial çıxılsın 3 faktorialı, 4 faktorialı 3 faktorial vur 4 kimi yazsaq, çıxılsın 3 faktorial. Baxın, 3 faktorialı mötərizə xaricində çıxarsaq, olacaq 3. Həmçinin indi 5 faktorial, burada 6 faktorial minus 5 faktorial olanda da bununla müəyyənsək, bu da eləyəcək qanuna uyğunluğa görə 5 faktorial vur 5 və s. Ən axırda da eləyəcək 99, deməli 100 faktorial çıxılsın 99 faktorial. Bu da 99 faktorial vur 99. İndi bizdə bunların da hər birinin cəmin olacaq da. Bu cəmin, yəni 1 faktorial vurulsun. Burada 2 minus 1 bu arada 1 eləyir. 1 faktorial vur 1. Üstə gəlsin 3 faktorial vur 3. Üstə gəlinsin və ilə axır 99 faktorial bölünsün 99. 99 faktorial vurulsun 99'un son rəqəmini istəyir. Yaxşı. Hasildə uşaqlar, baxın, 99 faktorial 1-dən 99-a qədər ədədlərin hasili deməkdirmi? Burada bir 10 vurğu mütləq var da ortada. Yəni gəlir 9, vurulsun 10, vurulsun 11-dən keçir, gedir. Onda bu 10 vurğunun son rəqəmi 0-dırsa, bu ifadənin bütövlükdə son rəqəmi 0 olacaq. Çünki onu nəyə vursaq biz 0 eləyər də. Bu hara qədər gələcək? Hansı faktorialın içində 10 vurğu varsa və yaxud da 0-la bitən vurğu varsa, ora qədər bütün bizim toplananlarımızın son rəqəmi 0 eləyəcək. O da təbii ki gələcək. Baxın, bu 5 faktorial var idi. Burada 5 faktorial vur 5. Burada da 5 faktorial 1 vur 2 vur 3 4 5 deyil. Və burada da 2 vur 5 vurğu var idi. Bunların da son rəqəmi 0-la bitirmi? Onda bu da 0-la bitəcək. Qalır bu iki toplananı. Yəni bizim son rəqəmi müəyyən edən bu iki toplananımızdır. Yerdə qalanların hamısı 0-dır. İndi baxaq, 1 faktorial vur 1, bu 1-dir. 3 faktorial 6-dır, 3'ün 18-dir. Bunun cavabı 19. Yəni 9-la bitir. Yerdə qalanlar da 0-la bitdiyinə görə heç bir şey dəyişməyəcək. İlkin cavabım mənim 9-la bitəcək. Cavabım olacaq D variantı. Baxaq 9-cu suala. 2 borudan birincisi boş hovuzu 8 saata doldurur. İkincisi isə dolu hovuzu 6 saata boşaldır. Aha. İndi məsələnin şərtini elə görsənir ki, bu bizim hovuzu dolduran borumuz hovuzu boşaldan borudan qalınlıq olaraq biraz, ya su miqdarı olaraq bura daha az su daxil olur da bu boru ilə ki, bu boru ilə daha çox su xaric olur ki, hovuz 6 saata boşalır. 8 saata dolan hovuz. İndi nə deyir? Hovuz boş olduqda hovuzu dolduran boru açılır. Aha, bax bundan işim yoxdur hələ. Hovuz boşdur və bu borunu açıblar. 4 saat hovuza su axıb. Yaxşı, baxaq. Hovuzu bu boru 8 saata doldurursa, bu 1 saata hovuzun 8'də 1 hissəsini dolduracaqmı? Doldurar. Yaxşı, 1 saata 8'də 1'ini doldurarsa, 4 saata da 4 vur 8'də 1, 2'də 1 eləyər də bu ixtisar geçsək. 2'də 1 hissəsini doldurarmı? Doldurar. Yaxşı, indi baxın. Hovuzun 2'də 1 hissəsi aldıq ki, doludur suyla. Aha, indi bundan sonra nə olur uşaqlar? Baxaq. Buradan da su hələ də davam edir axmağa. Hovuzun dibində qalan boşaldan ikinci boru açılır. Aha, 4 saat müddətindən sonra baxın bu boru da açılır. İndi buradan su daxil olur. Buradan da su xaric olur və hovuzun da yarısı su ilə doludur. Deyir ki, hovuz neçə saata boşalar? Yaxşı, bunlar ikisi işləyəndə görün gəlir nə baş verər? Bu boşaldan boru daha tez boşaldır deyə bunların hər ikisinin 1 saata gördüyü işləri müqayisə eləsək, uşaqlar 6'da 1'dən, yəni bunun 1 saata gördüyü iş 6'da 1'dir. Çıxarıq 8'də 1'in. Yəni hovuza daxil olan suyun 1 saata, borunun 1 saata gördüyü işi, yəni 1 saat hovuzu doldurduğu hissəni bu bərabər eləyər
24 olsa bunu 4'ə vurarıq. Bunu da 3'ə vurarıq. 24'də 1. Aha, bu 24'də 1 nədir? Yəni 1 saata uşaqlar hovuzun 24'də 1 hissəsi neynir? Boşalır. Yaxşı, hovuzun hansı hissəsi doludur? 2'də 1 hissəsi də. Bu 2'də 1'i də bizə sərf edən 24'də 12 kimi göstərə bilərikmi? İndi 24'də 12'si doldu. Hər saatda da 24'də 1'i boşalır. Neçə saata boşalacaq? 12 saata boşalacaq da təbii ki. Hər saatda bir hissə gedir. 12 hissədir ümumi. 12 saata boşalacaq. Doğru cavab D variantı olacaq. Baxaq 10-cu suala. Deməli, 6 üstü x vurulsun 10 natural ədədinin müsbət tam bölənlərinin deməli, sayı 40 olarsa, 15 üstü x ədədinin müsbət tam bölənlərin sayını tapın. Gəlin baxaq. 6x vurulsun, 6 üstü x vurulsun 10. Bunu yazaq. İndi müsbət tam bölənlər haqqında biz sadə vurğularına ayrışdırı düsturu bilirdik də. Tutaq ki, a üstü, b üstü, c üstü, k kimi sadə vurğularına ayrıbsa, bu müsbət tam bölənlər sayı n plus 1, n plus 1, k plus 1 olur da. Yaxşı mı? Gəlin indi bundan istifadə eləmək üçün bu sadə vurğularına ayrı şəklini yazaq. Olsun 2 üstü x vurulsun 3 üstü x vurulsun 2 vurulsun 5. Bu da bərabərdir. 2 üstü 1'dir. Bu da x'dir. 2 üstü x plus 1 vurulsun 3 üstü x vurulsun 5 olacaq. İndi gəlin görək bunun düsturu tətbiq eləyək. X plus 1 plus 1 müsbət tam bölənlərin sayı. Vurulsun. Buradakı bu x plus 1 bir də vurulsun. 5'in üstə də 1'dir. 1 üstə 1 də 2. Bu bərabər eləyib 40'a. Yaxşı. X plus 2 vurulsun. X plus 1'imiz bərabər eləyər 20'yə buradan. Onda vurub açaq. X kvadrat plus x plus 2x plus 3x plus 2 bərabərdir 20'yə. X kvadrat plus 3x minus 18 bu bərabərdir 0'a. Diskriminant elədi 9 üstə gəlinsin 4, 8, 10, 72 bu bərabərdir 81'ə. X1'imiz bərabərdir mənfi 3 üstə gəlinsin 9 bölünsün 2 3. X2 də bizə lazım deyil. Çünki x burada sayı göstərir. O da mənfi eləyəcək. Deməli x2 tapdıq 3. Yaxşı, indi bizdə nə istəyir? Məsələn 15 üstü x ədədi müsbət tam bölənlərin sayını tapın. Yaxşı. Gəlin baxaq. 15 üstü x-in sadə vurğular ayırışı olacaq. 3 üstü x 0, 5 üstü x olmayacaq. Bunu müsbət tam bölənlərin sayıda x plus 1 vur, x plus 1 olmayacaq mı? Yaxşı, x 3 idi. 4 vur 4. 16 eləyər bu da. Doğru cavab A variantı. 11-ci suala baxaq. Deməli, x üstü 4 minus 6x kub plus 6x kvadrat plus 6x plus 1 bərabərdir 0. Kimi bir tənlik verilib. Nə deyir ki, burada tənliyin neçə fərqli kökü var? Aha. Gəlin uşaqlar, x-in yerinə 0 qoyaq. X-in yerinə 0 qoysaq 0, 0, 0, 0, 1 bərabərdir 0 olmur. Deməli, x fərqlidir 0-dan. X fərqlidir 0-dan isə gəlin bu bu tənlikdə hər tərəfi bölə x kvadrata. X üstü 4 minus hər tərəfi böləndə kvadrat, onda hər bir toplanı da təbii ki, böləcəkdə x kvadrat. X kvadrat minus 6x kub böl x kvadrat plus 6x kvadrat bölünsün x kvadrat. X kvadrat plus 1 böl x kvadrat bu bərabərdir 0'a. Yaxşı, burada qaldı x kvadrat. Bir də buradakı bu 1 plus x kvadrat var. 1 böl x kvadrat. Bunu gətirdik bunun yanına. Sildik bunları. Sonra bu eləyəcək bizdə deməli 6x, bu da eləyəcək 6, bu isə eləyəcək 6 böl x. Yazaq minus 6x. Bunu da gətirək bunun yanına uşaqlar. Plus 6 böl x. Aha, bu 2'də də getdi. Qaldı bir də plus 6 bərabərdir 0'a. Yaxşı. X kvadrat plus 1 böl x kvadrat minus. Burada 6'nı çıxartsam nə qalar? X minus 1 böl x plus 6 bərabərdir 0'a. Burada bu ifadəni yarada bilərəm də. Necə? Bu yazaram x minus 1 böl x'in kvadratı plus 2. Çünki burada minus bunun bir-birinə hasili 1 eləyəcək. Bir də 2'yə vuranda 2 qalacaq. Minus 2. Onun üzərinə 2 gələcəm ki, yenidən bu ifadə alınsın. Minus 6 vurulsun x minus 1 böl x plus 6 bərabərdir 0'a. Yaxşı, buna bir t desəm, x minus 1 böl x-a bir t desək, uşaqlar nə alarıq? T kvadrat plus minus
6t 6 nə 2-də 8 plus 8 6t plus 8 bərabərdir 0-a. Diskriminant 36 minus 32 bərabərdir 4-ə. T1'im 6 üstə gəlinsin 2 bölünsün 2'dir. 4 T2'miz də eləyəcək 2. 6 çıx 2 4 bölü 2 2. Yaxşı, x plus deməli x minus 1 bölü x t demişdik də. Bu bərabərdir 4-ə. Yaxşı. Burada orta məlumat x deyib x-a vursaq ancaq x kvadrat minus 4x minus 1 bərabərdir 0. Buradan alınır. İndi burada diskriminant bərabərdir 16 plus 4 bərabərdir 20'dir. D böyüdür. Bizdə tənliyin köklər sayı istəyir də. Fərqli həqiqi köklərin sayı istəyir. Yaxşı, D böyüdür 0 isə bunun 2 fərqli həqiqi kökü varmı? Sonra x minus 1 bölü x bərabərdir 2 götürsək. Buradan da alınır bu x kvadrat minus 2x minus 1 bərabərdir 0. Bunun da diskriminantına baxsaq 4 deməli plus 4 bərabərdir 8. Burada da D böyüdür 0 olduğuna görə 2 fərqli kök olur. Onda yekun olaraq bizim neçə dənə fərqli kökümüz olacaq? 4 dənə fərqli kökümüz olacaq. Baxaq 12-ci suala. Yox, 12-ci suala. Deməli, AB həqiqi ədədləri üçün A bölünsün B-ni kök altda 3 verib, bu ifadəni x verib, x kvadratı istəyir. Yaxşı, A minus B çıxılsın kök altda A plus B bölünsün kökün altında kök altda 3 minus kök altda 2. Bu verib x. Bizdən x kvadratı soruşur. Gəlin x kvadratı tapmaq üçün bu ifadəni yüksələk kvadrata. Kvadrata yüksəlsə yuxarıda qalacaq. Bax, bunun kvadratı üstə gəl, bunun kvadratı. Yəni A minus B bunun kvadratı eləyəcək. Üstə gəl, bunun kvadratı A plus B-dir. Çıxılsın, 2 vurulsun. Kökün altında A minus B vur, A plus B eləyər də. Bu elə deyilmi? Bölünsün. Bunun da kvadratı kök altda 3 minus kök altda 2'dir. Burada işimiz yoxdur. Bu bərabərdir x kvadrata. Yaxşı, burada bu B-lər gedər. Qalar 2A minus 2 vurulsun kökün altında. Bu eləyər A kvadrat minus B kvadrat. Bu bölünsün kök altda 3 minus kök altda 2. Bu bərabərdir x kvadrata. Yaxşı, mən A bölünsün B-ni kök altda 3 verib də mənə məsələnin şərtində. Baxın. Deməli, burada A bölünsün B-nin əvəzinə kök altda 3. Onda əvəzləmə aparsaq, tutaq ki, A bərabərdir kök altda 3 B əvəzləməsi aparsaq, gətirib bunu bu ifadədə burada və burada yerinə qoysaq. Onda 2 kök altda 3 B çıxılsın 2 vurulsun kökün altında 3 B kvadrat minus B kvadrat bölünsün kök altda 3 minus kök altda 2 eləyir bu ifadə. Bu bərabərdir x kvadrat. 2 kök altda 3 B minus 2 vurulsun. Bu kök altda qalır 2 B kvadrat. Buradan bir kök altda 2 çıxır. Bir də B çıxır da, elə deyil. Baxın, burada qalır kök altda 2 B kvadrat. Buradan da B kök altda 2 çıxdı. Bu bölünsün indi. Kök altda 3 minus kök altda 2'ye bu bizə verməlidir x kvadratı. Yaxşı, bax, burada surətdə bu 2B-ni görürükmü? Baxın, 2B. Hər ikisində 2B var da. Bu 2B-ni gəlin mötərizə xaricində çıxarsaq, qalacaq kök altda 3 minus kök altda 2 bölünsün kök altda 3 minus kök altda 2. Bunlar da geçsək bərabərdir x kvadrata. Onda aldıq ki, x kvadrat nəyə bərabər imiş uşaqlar? 2B-yə bərabər imiş. Cavabımız olacaq B variantı. Keçək 13-cü suala. Tənlər sisteminin deyir neçə həqiqi ədədlər cütü var? Gəlin yazaq. Deməli 13-cü sual. Baxaq. 3x plus y-in kvadratı. Üstə gəlsin 2 vurulsun x minus y-in kvadratı. Bu bərabərdir 96'dır. Və 3x plus y bərabərdir 2 vurulsun x minus y-dir.
Buradan bərabərdir. Uşaqlar, baxın, hər birində eyni ədədləri görürük də biz, eyni ifadələri. Yəni, onda 3x plus y1 a desəm, x minus y1 b desəm, y1 b desəm, görək nə olar burada. Olar, baxın, sistemdə. Aşağıda alarıq ki, a bərabərdir 2b, yuxarıda da a kvadrat, üstə gəlsin 2b kvadrat bərabərdir 96. A-nın yerinə gəlin 2b yazaq. Olsun 4b kvadrat. Üstə gəlsin 2b kvadrat bərabərdir 96. 6b kvadrat 96-ya bərabərdir. Buradan b kvadrat bərabərdir 16. B bərabərdir plus minus 4. Yaxşı. Onda B1'imiz 4 olsa A1'imiz nə olacaq? 4 2'nin 8. B1'imiz mənfi 4 olsa A1'imiz olacaq, B2'miz daha doğrusu A2'miz olacaq mənfi 8. İndi neçə cütü var? 2 dənə cütümüz var da. Bax, bu 1 cüt, bu da 2 cüt. Sonra 14-cü suala baxaq. Bu sual deyəsən 9-larında olimpiyada sualdır. 14-cü sual. Amma orada cavab müxtəlif verilib. Gəlin baxaq. Deməli, 4 üstü 8, üstə gəlsin 16 üstü 4, üstə gəlsin 64 üstü 3, üstə gəlsin 2 üstü 18, 256-nın kvadratı bərabərdir A vurulsun 2 üstü B-yə. İndi, bu 2 üstü 2'nin üstü 3 kimi yazsam, gəlin birinci ilə yazaq, sonra açıq şəkildə yazaq, yaxşı. Bu 2 üstü 4'ün üstü 4'dür. Bu 2 üstü, deməli 5, 6'nın üstü 3'dür. Bu 2 üstü 18'dir. Bu da 2'nin üstü 8'in üstü. Deməli 2'dir. Bu bərabərdir. A vurulsun 2 üstü B. Deməli. Aha. İndi bu eləyəcək bizdə 2 üstü 8'dir. Bu nədir? 8'in 16. Üstə gəl. 2'nin üstü 4, 4'ün 16. Üstə gəl. 2'nin üstü 18. Üstə gəl. 2'nin üstü 18. Üstə gəl. 2'nin üstü 16. A vurulsun 2 üstü B. Yaxşı, bu 2 üstü 16'dan neçə dənədir? 3 vurulsun 2 üstü 16. Üstə gəlsin. 2 üstü 18'dən neçə dənədir? 2 üstü 18. Bu bərabərdir. A vurulsun 2 üstü B'yə. Yaxşı, yazaq 3 vurulsun 2 üstü 16. Bu 2 üstü 1 vur 2 üstü 18 elə 2 üstü 19 eləyər də. Bu bərabərdir A vurulsun 2 üstü B. Yaxşı, hər ikisinə 2 üstü 16'nın mötərizə xaricində çıxarsam 3 üstə gəlsin 2 üstü 3 qalar mı burada? A vurulsun 2 üstü B. Buradan alaram ki 3, bu da 8 neçə eləyir? 11. Vurulsun 2 üstü 16 bərabərdir A vurulsun 2 üstü B. Bir dəqiqə, A vurulsun 2 üstü B. İndi burada görürük ki A bərabərdir 11 olar, B bərabərdir 16 olar. Cəmimiz 27 ola bilər. Varmı 27 cavablarda? Yoxdur. Onda gəlin belə bir şey yazaq. Tutaq ki, bunu yazaram 11 vur, 2 vur, 2 üstü 15 kimi də yaza bilərəmmi? Onda burada A-nın əvəzinə duracaq 22, B-nin əvəzinə duracaq 15. Cəmimiz eləyəcək 37. Varmı 37 də? Yoxdur. Onda digər variant yazın. Bu hər birini qoy biraz rəngli yazın görək. Deməli bu birinci idi. Bu ikinci idi. A-nı götürdük 22. A bərabərdir. B bərabərdir bu. İndi üçüncüdə baxaq. Tutaq ki bunu yazsaq. 2 üstü demək. Burada neçə yazdıq? 11 vur 2 kimi yazdıq. İndi 2 üstü 2 vur 11 vur 2 üstü 14 olsa bu bərabərdir. 2 üstü 2 4. 4'ü vuranda 44 vur 2 üstü 14 kimi yaza bilərik də bunu. 44 ilə 14'ün cəmi eləyəcək. 14'ün cəmi 58. Bu da eləyə bilər. Var 58, xeyr yoxdur. Onda birdən də yoxlayaq. Ya da belə olar. İndi bir variantda belə olar. 11 vurulsun 2 üstü 3 vurulsun 2 üstü 11. Yəni buradan aldığımız qüvvəti qabağa atırıq da, elə deyilmi? Yəni yekun olaraq bura 2 üstü neçə eləməlidir? 16 eləməlidir. Onda 13 olsun. Bura aha. Onda bu bərabərdir. 2 üstü 3 8. 88 vurulsun 2 üstü 13. A bərabərdir 88. B bərabərdir 13 alına bilər. Bu halda da 88
13-cü cəmi 101 eləyər. Varmı 101? Aha, 101 var. Deməli bu cəmdə ola bilər. Yəni səhv deyil ha, bu cəmlərin hər biri də yəni variantlarda olsaydı ola bilərdi. İndi bizdə deyir hansı burada var? Hansı ola bilər aşağıdakılardan? 101 bəli ola bilər. Keçək 15-ci suala. ABC üçbucağında AD mediandır. Gəlin belə bir ABC üçbucağına baxaq. Yaxşı. Bura B yazaq. Onu yuxarı yazaq ki, təpə işimiz rahat olsun. ABC. Deməli, AB-miz kök altda 18-dir. AC-miz kök altda 27-dir. AD də mediandır. Median nədir? Bura ilə bura bərabərdir. Yəni, bura bir A desəm, burada bir A olacaq. İndi bizdə BAD bucağın, burada yazsaq, BAD bucağında verib 60 dərəcə. Bizdən nə istəyir? DAC bucağının. DAC bucağının. Bax, bu bucağı istəyir. İndi uşaqlar, baxaq. Görək burada nə yaza bilərik. Baxın, bir bucaq var, onun qarşısındakı tərəf var. Digər tərəf var. Bu bucaq yoxdur. Aha, burada da bir bucaq, bir tərəf var. Bir də bunun qarşısındakı tərəf var. Və bu bucaqlar da qonşu bucaqlardır. Bunlar üçün mən müəyyən bir şeylər tətbiq edə bilərəm. Yaxşı, bura beta yazsam. Bura olsun 180 çıxılsın beta. İndi baxın, bu üç bucaq ABD-də. Sinuslar teoremini tətbiq eləsək. A bölünsün sinus 60 dərəcə bərabərdir. Kök altda 18 bölünsün sinus beta yazaq. Buradan A bərabər olsun. Sinus 60 dərəcə kök altda 3 bölünsün 2-dir. Yəni kök altda 18 də, bunu da 9 vur 2, 3 kök altda 2-dir də bu da. Bu işimiz rahat olsun. Aha. 3 kök altda 2 bölünsün sinus beta. Onda bunu gətirsən, bu yana çevirsən, vurulsun sinus 60, yəni vurulsun kök altda 3 bölü 2 taparıq. O da bərabərdir, onda alırıq ki 3 kök altda 6 bölünsün 2 sinus beta. Bunu aldıq A üçün. İndi gəlin baxaq üçbucaq ADC-yə. Burada isə uşaqlar, baxın A bölünsün sinus x bərabər olmalıdır. Kök altda 27 bölünsün sinus 180 dərəcə çıxılsın betaya. İndi biz bilirik ki, sinus 180 dərəcə çıxılsın beta nəyə bərabərdir uşaqlar? Elə sinus betaya. Çünki 180-dir, ad dəyişmə olmur. İkinci rüb olaraq sinus yenə müsbətdir. Elə sinus beta özü edir. Bölünsün sinus betaya. Yaxşı, sinus betanın A ilə olan qiyməti var idi. Gəlin A-nın əvəzinə sinus betanın qiymətini yazaq. Olsun 3 kök altda 6 bölünsün 2 sinus beta. Bu da bölünsün demək sinus x. Burada bu bərabər eləməlidir nəyə? Kök altda 27 bölünsün sinus betaya. Baxın, bərabərliyim hansı? Kəsr aiddir bura. Onda bunu belə yaza bilərəm də. 2 kök altda 6 bölünsün 2 sinus beta vurulsun sinus x yaza bilərəm də. Bu məxrəcə ata bilərəm. Bu bərabərdir kök altda 27 bölünsün sinus beta. İndi sinus betaları məxrəcdən silərəm. Bu 27 də 3 kök altda neçədir bu? 9 vurulsun üstdə 3 kök altda 3-dür. Bu 3-ləri də silərəm. Bu kök altda 6 da kök altda 3 vurulsun kök altda 2 demir. Onda bunları da silərəm. Qalar sinus x bərabərdir. Burada bir kök altda 2-miz qalmışdı. Bir dənə də 2-miz də. Kök altda 2 bölünsün 2. Buradan da x taparam. Neçə dərəcədir uşaqlar? 45 dərəcə eləyər. Cavabımız olar C bəndi. Sonra baxaq 16-cı suala. Belə bir çevrəmiz var. Belə bir toxunanımız var. Təbii ki, bu toxunan burada da toxunub. Aha. Burada isə bu kəsəndir. Deməli, bura A-dır, bura D-dir, bura Y-dir, bura C-dir, bura T nöqtəsi yazırıq, bura B nöqtəsidir, burada K nöqtəsidir. Nə verib məndə? AD-miz 1-dir,
D-yemiz 5'dir. C-yemiz 3'dür. Bizdə nə istəyir uşaqlar? Deməli, BC minus BA fərqini istəyir. Baxın, bu fərq minus bu fərq. İlk görünən biz bilirik ki, toxunma nöqtələrinə qədər olan məsafələr bərabərdir. Bura bir x yazsam, burada x olacaq. Bu toxunanın xassəsi, iki toxunanın xassəsi. Sonra burada nə görürəm uşaqlar? Baxın, bu TC toxunandır mı? Və CD də kəsəndir. Bir toxunan, bir kəsən xassəsinə görə. İndi mən bu TC-nin kvadratı bərabər olmalıdır. TC-nin kvadratı bərabər olmalıdır nəyə? YC, birincidə ifadə ilə yazaq. YC vurulsun nə? Ümumi CD. Onda buradan alınır ki, TC-nin kvadratı bərabərdir 3 vurulsun 8. TC bərabərdir kök altında 24 yazaq buna. Sonra digər tərəfdən uşaqlar AK da toxunandır da. AK-nın da kvadratı biz bilirik ki, bərabərdir. Yəni buranın da kvadratı bərabərdir. Bu vurulsun ümumi. AD vurulsun. Amma bura qədər ha. Kəsən gəldi çevirən burada ikinci nöqtədə kəsdi. Bunun xarici bizə maraqlı deyil. Bir toxunan, bir də kəsən. AD vurulsun AY-yə. AK kvadrat bərabərdir. AD-miz 1 vurulsun AY-miz 6. AK bərabərdir kök altda 6. Onda AK-nı da tapdıq. Onda biz BC bərabərdir. BT üzərinə gəlinsin TC yaza bilərikmi? İndi BT-miz x üstələnsin kök altda 24-də 2 kök altda 6-dır. Sonra AB-ni də, yəni BA-nı da BK üstələnsin AK yaza bilərikmi? Bu da bərabərdir x üstələnsin AK-mızda kök altda 6-dır. İndi BC minus BA fərqi də bərabərdir x plus 2 kök altda 6 minus x plus kök altda 6. Bu da bərabərdir x plus 2 kök altda 6 minus x minus kök altda 6. X-lar gedər. 2 kök altda 6-dan da kök altda 6-ını çıxanda kök altda 6 qalar. Cavabımız C variantı olacaq. Sonra keçək 17-ci suala. Deməli, belə bir üçbucaq var. Şəkidə verilmiş deməli ABC üçbucağında baxaq. Deməli bu bizim üçbucağımızdır. Buradan bura bir kəsən verilib. Bura D-dir, bura C-dir, bura A-dır, burada B-dir. Buradan da belə bir kəsən verilib. Burada Y-dir. Bura X-dir. Bura 2-dir. Bura 4-dür. Bura 3-dür. Bizə verilib ABC üçbucağı bucaq CBY. Bucaq CBY hansı bucaqdır? Bu bucağımız bərabərdir. Bucaq DAC. Bu bucağımıza bərabərdir. CD-miz 2-dir. Yox, 4-dür. BD-miz 3-dür. C-miz 2-dir. A-ni soruşur. Yəni X tapmamız istəyir. İndi gəlin bunu. Uşaqlar, burada bu 2 dənə üçbucağı biz görürük də. Baxın, bu bucaqla bu bucaq bərabərdir. Bir də bu bucağa baxaq. İndi bu bucaqları üstündə saxlayan bu üçbucaqlara baxaq. Bax, bu üçbucaqla, bu qırmızı ilə ifadə edədiyimiz üçbucaq B, Y, C ilə. İndi bir dənə də bu üçbucağa baxın. Demək, hansı üçbucaqdır? Üçbucaq ADC. Bucaq ADC. Hər ikisində baxın, bir bucağımız bərabər, digər bucağımız da ortaq. Onda bunlar oxşardır deyə bilərikmi? Oxşardır. Yaxşı. Oxşardırsa, gəlin bunları ayrı-ayrılıqda çəkək burada. Bizim işimiz daha rahat olsun. Deməli, ilk öncə çəkəcəyik BY-ni. Bura B, bura Y, burada C. İki şəkli görə bilərik. Y-miz 2-dir. BC-miz 4-dür. Bu bucağımız alfa idi. Burada bir də alfa yazaq. C bucağında hər ikisində beta yazıram. Beta. Digər tərəfdən də digərinin də şəklinə baxaq. Bir də üçbucaq çəkək ADC-ni. Bu da belə bir üçbucaqdır. Deməli, yox. Şəklə uyğun olsun. Bu da belə bir üçbucaqdır. Elə deyilmi? Bura D-dir, bura C-dir, burada A-dır. Uşaqlar, baxın, bu təpə bucağı da alfadır. Bu C bucağına da yazıram beta.
Burada da verilən tərəflər AC x plus 2-dir. DC də 4-dür. İndi baxın, görün. Alfanın qarşısındakı 2-nin bu alfanın qarşısındakı 4-ə nisbəti bərabər olar. Bu qiymət yazmadığımız bucaqda hər ikisində də eynidir. Alfa, beta-sa, onda baxın, buradakı bu bucaqla da burada bir qamma yazsam, onda burada bir qamma olacaq. Qammanın qarşısındakı 4-ün qammanın qarşısındakı x plus 2-yə nisbəti. Bundan 2 yazsaq, 1 yazsaq, x plus 2 bərabərdir 8-ə. Onda x buradan taparaq 6. Aha, 6 yoxdur cavabda. BC-miz 7-dir. Çünki bax, bura səhv yazmışıq. Baxın, BC 3 ilə 4-ün cəmidir axı. BC-miz 7-dir. Onda BC-miz 7-dirsə, bu 7-nin x plus 2-yə nisbəti onda olacaq 2 vur 7, 14. Onda burada da olacaq 12. 12 var mı? Var. Bəli, 12 olacaq. Belə. Sonra keçək 10. Bu maraqlı sual idi. Amma ilk başdan biraz düşünən kimi oxşarlığa gəldiyini, yəni görmək olur. Artıq iki bucaq verilən kimi, yəni eyni bucaqlar, bu tipli şəkil, biz bunun oxşarlığa gəldiyini, yəni belə görürdük onsuz da. Biraz düşünən kimi, yəni görmək olur. Baxaq 18-ci suala. Deməli, 1 bölünsün 1 plus kök altda 2, üstə gəlsin 1 bölünsün kök altda 2 plus kök altda 3. Neysə, bunların gəlinlik, yəni bu cür ifadələrdə mənim ilk ağlıma gələn şey qoşmaya vurmaqdır. Bunu kök altda 2 plus 1 kimi yazsam, kök altda 2 minus 1-ə vurub bölsəm. Aşağıda birimiz qalar, yuxarıda da qalar. Oy oy oy. Burada bu kök altda 2 minus 1 ayrıca. Hə. Aşağıda 1 qalacaq, yuxarıda da kök altda 2 minus 1. Yaxşı. İkinci ifadə nədir? 1 bölünsün kök altda 2 plus kök altda 3. Bunu da qoşmasına vursaq. Kök altda 3 minus 2-yə, kök altda 3 minus 2-yə vuraq. Bölək. Deməli, yuxarıda qalacaq kök altda 3 minus kök altda 2-dir. Bunun qoşması. Kök altda 3 minus kök altda 2. Aşağıda da 1 qalar mı yenə bunların kvadratları fərqi 1. Yəni, nə qalır uşaqlar hər dəfə? Bu ifadənin minusu qalır. Onda belə olacaq. Kök altda 2 minus 1. Üstə gəlsin kök altda 3 çıxılsın kök altda 2. Üstə gəlsin kök altda 4 çıxılsın kök altda 3. Baxın, bu kök altda 2 burada plusdur, burada minus. Bu kök altda 3 minus. Belə-belə axırıncı gedəcək hər bir xisar. Axırda bizdə nə qalacaq? Kök altda 2025 minus kök altda 2024 olacaq. Bu 2024 özündən əvvəlki ilə burada bir dənə plus 2024 olacaq. 2024 çıxılsın 2023 var axı burada. 2024 çıxılsın kök altda 2023 var. Bunlar da gələcək. Nəysə, bizim qalanımız olacaq. Kök altda 2025 minus 1 qalacaq. 2025 minus 1. Bu da yoxdur. Yaxşı, bunun qoşmasına vurub bölsək, uzaq başı biz bunun qoşmasına vurub bölərik. 2025 plus 1-ə vurub 2025 plus 1-ə bölərik. Burada yuxarıda qalar 2025 minus 1, 2024 bölünsün 2025 plus 1. Hə, onda burada olacaq heç biri. Sonra sinus 19-cu suala baxaq. Sinus 9 dərəcəni A qəbul ediblər. Bu ifadənin qiymətini istəyir. Yaxşı, buradan gördüyüm ilk şey bu ifadəni ortaq mərcəyə gətirməkdir. Çünki ağlıma gələn ilk şey bu sinus 15 vur cos 15 hasilini tapın. Bu mənə sinus 2 alfanın açılışını versin 30 dərəcə. Yəni bildiyim bir şey sinus 30 dərəcədir. Oradan hərəkətə getməyə çalışım. Yəni ağlıma gələn tək şey bu cür ifadələrdə 15 dərəcə sinus cos sahəsi görünürsə, birinci yəni sinus 30 dərəcə orada. Ən azı bir ümid yerimiz sinus 30 dərəcənin 2-də 1 olduğunu bilirik. Gəlin baxaq. Sinus 3 dərəcə bölünsün sinus 15 dərəcə çıxılsın sinus 3 dərəcə bölünsün. Yox, birinci kosinusdur. Kosinus 3 dərəcə böl sinus 15 dərəcə çıxılsın sinus 3 dərəcə bölünsün kosinus 15 dərəcə. Yaxşı, bu bərabərdir.
Ortaq məxrəcə gətirək. Sinus vur kosinus hasili. Sinus 15, kosinus 15. Bu kosinusu bu tərəfə vursaq. Kosinus 3 vur kosinus 15. Yerim olmadı. Yox, bunu qoy buradan yazam. Sonra qarışıqlıq düşməsin. Bu bərabərdir. Deməli, sinus 15 vur kosinus 15 oldu ortaq məxrəcimiz. Bu kosinus 3'ü vurdu kosinus 15'ə. Çıxılsın. Bu sinus 3 qalmışdı yuxarıda. Bunu da vuraq burbisinin məxrəcinə. Sinus 15'ə. Yaxşı, hər birini 2'yə vurub bölək. Belə bir şəkildə. Bu bərabərdir. 2 vurulsun. Aha, indi surətə də baxsam. Kosinus alfa, kosinus beta, sinus alfa, sinus beta. Bu da bizə kosinus 3 plus 15'in açılışıdırmı? İndi bu bölünsün. Bu da ilə sinus 2 alfanı. Yəni sinus 30 dərəcənin açılışını verəcək. Sinus 30 dərəcə. Bu bərabərdir. 2 kosinus 18 dərəcə bölünsün. Sinus 30 dərəcədə 2'də 1'dir. 4 kosinus 18 dərəcə. İndi bu bərabərdir. 4 vurulsun. Kosinus 18 dərəcəni kosinus 2 vur 9 yaza bilərəmmi? Bu da bərabərdir. 4 vurulsun. Kosinus kvadratı kosinus 2 alfanın açılışda kosinus kvadratı alfa çıxılsın. Sinus kvadratı alfa daxı. Sinus kvadratı 9 dərəcə. Bu da bərabərdir. 4 vurulsun. Bizdə də sinus 9 verib. Onu da belə eləyək. Bu kosinus kvadratının əvəzinə 1 minus sinus kvadratı alfa yazaram mı? 1 minus sinus kvadratı alfa, bir dənə də çıxsın sinus kvadratı alfa olacaq. 1 minus 2 sinus kvadratı 9. Bu da bərabərdir. 4 vurulsun. 1 minus 2. İndi sinus 9'u da a veribsə a kvadrat. Bu da bərabərdir. 4 minus 8 a kvadrat edir. Doğru cavabımız C variantı olacaq. Və 20-ci sonuncu sual. Bunu qarayla yazacağım. Deməli, belə bir üçbucağımız var. Deməli, bura B təpəsidir, bura A təpəsidir, burada C'dir. Düzbucaqlı üçbucaqdır. Bu bucağımız da 90 dərəcədir. ABC düzbucaqlı üçbucağında A bucağı 90 dərəcə, AB'miz 8, AC'miz 6'dır. Və buradan bura bir D nöqtəsini çəkirlər. AD düz xətt çəkirlər. Deməli, bu alfadır, bura olub 2 alfa. Ne değil mi? Aha, indi bizdən istəyir CD'ni tapın. Bax, bura bir x yazıblar, bunu soruşurlar. İndi gəlin baxaq. Deməli, bu 90 dərəcədən uşaqlar bir dənə də alfa bir qiyməti ayırsam mən bura, nə olar? Tutaq ki, bir dənə də alfa qiymətli bir bucaq ayırıram. İxtiyarı bir yerdə gəlib düşə bilər. Bizim fərqi yoxdur. Ayırdıq alfa bucağın. Elə deyilmi? Tapdıq ki, bu iki üçbucaq bərabər yanlı üçbucaqdır. Çünki bu bucaqda 2 alfa tapırıq. Burada 2 alfa olur da. Onda çıxır ki, bura bir K nöqtəsi yazsam, AK bərabərdir BK-ya. Elə deyilmi? Onda, baxın, bu bərabər yanlı üçbucaqda indi. Deməli, əgər mən bu K-dan bu AB-yə bir dənə də perpendikulyar endirsəm. Bu perpendikulyar endirdiyim burada da düzbucaqlı olduğu üçün bura paralel olacaqmı? Bərabərlik yox. Bunu tamam sildim. Bir dəqiqə bunu düzəldək. Deməli, buradır. Paralel olacaq da bura, elə deyilmi? Yaxşı, paralel oldu. Bərabər yanlı üçbucaqdır həm də demişik. Bu BK ilə AK bir-birinə bərabərdir. Hündürlük onda həm də nə olacaq uşaqlar? Median olacaq da. Onda bu üçbucağın orta xətti eləyərmi bu? Üçbucağın həm də bu nə idi? Orta xəttidir. Elə deyilmi? Bura 4 bölübsə, bura 6-dırsa, onda bura 3 edəcək. İndi baxsaq, düzbucaqlı üçbucaqda, indi bu orta xətdirsə bu tərəfdə yarıya bölünəcək də. Baxın, bu BK ilə KS də yarıya bölünəcək də. Yəni BK-ya biz, daha doğrusu onsuz da BC-nin qiyməti bizdə 10 var. Onda BK da bərabərdir 5 olacaq. KS də bərabərdir 5 olacaq da. Çünki mənim bu çəkdiyim paralel. Sonra tapdım ki, bu orta xəttdir elə. İndi orta xətdirsə bu buranı da yarıya bölür. Onda bura 5'dir. Bu KS 5'dir.
Bura 5'dir. Onda bura bir x desəm, burada x minus 5 olacaqdır. Elə deyil. Elədir. İndi düzbucaqlı üçbucaqda baxsaq, buranı yarıya böldüyünə görə həm də mediandır da. Bu median da hipotenuzun yarısıdırmı? Onda mən AK-nı da tapıram da 5. AK-nı 5 tapdım mı? İndi sonra uşaqlar, belə bir üçbucağa gəlin baxaq. Buradan rəngini dəyişək bunun. Yox, bu rəngdə görməliyik. Maraqlı bir rəng. Baxın, bu üçbucağa baxaq, gəlin. Üçbucaq BAK-da. Bizim AD-miz tənbölən olarmı? Tənbölən olacaq. Onda tənbölənin xassəsinə görə BA-nın BD-yə nisbəti bərabər olmalıdır AK-nın DK-yə nisbəti. Onda buradan alarıq. 8-in x minus 5-ə nisbəti bərabərdir 5-in x-a nisbəti. Yaxşı, buradan 8x bərabərdir 5x minus 25 və 3x bərabərdir 25. X bərabərdir 25 bölü 3 tapıram mı? Yaxşı, bizdən də DC-ni istəmirdimi? KC-miz də 5 idi də. Onda CD bərabərdir 5 plus, yəni birinci yazaq KC plus KD, bir dəqiqə. KC plus KD bizim şəklimizə görə o da bərabərdir. Bizdə KC 5 idi, üzərinə yazın KD-miz də x idi, 3-də 25 tapdıq, onda bərabərdir 3-də deməli 25 bölü 3 bu yazı 3-də 15. Aha, belə bir cavab heç yoxdur. Biz nə hesab tapdıq burada? Deməli 8x bərabərdir 5x minus 25. 3x bərabərdir, yox, heç buradan mənfi 25 alınır. Aha, çünki səhv yazmışıq. Çünki x olanda bu 5 minus x eləyər ki, görürsünüz, burada yenə. Bura x olsa, bura 5 minus x olar ki, cəmi x olsun da, elə deyil uşaqlar. Onda bu oxşarlıqda, gəlin bunun rəngini düzəldək. Bu oxşarlıqda bura x minus yox, 5 minus x yazaq. Onda bütövlükdə buranı təmizləyək. Aha. İndi baxsaq, 8x bərabərdir 25 minus 5x. Onda bu tərəfə keçəndə, aha, 13x. Aha, bu fərqliymiş burada, ona görə. 13x bərabərdir 25-ə, x bərabərdir 25 böl 13 alınır. Yaxşı, 25 böl 13 tapdıqsa, bizim yəni CD-miz bərabər olacaq. Deməli, şəkilə görə DK üzərinə yensin KC. DK plus KC, bu da bərabərdir. X, DK x idi. 13-də 25, üstə gəlinsin. KC-miz də 5 idi. Bu da bərabərdir. 13-də 25, üstə gəl. 5 də 13-də 65 kimi yaza bilərik. 65 eləcək. 13-də 70, 90 eləyir də desin. Bu da eləyəcək bizdə A variantı. Bu qədər, suallar bitdi. Sonda isə videonu bəyənib kanala abunə olmağı unutmayın.